Bismillahirrahmanirrahim. Kürdəmi Cümə Məscidinin imamı Əliyev Aqil Akifoğlu. Rəbbimizə həmd olsun, uca Allah bizləri təkrar Ramazan ayına qovuşturdu. Həqiqətən Ramazan ayı çox mübarək bir aydır. 11 ayın sultanıdır. Sevgi, mərhəmət, məhəbbət ayıdır. Paylaşmaq ayıdır. İnsanların bir-birinə daha da sıx bağlama ayıdır. Birlik və bərabərlik ayıdır. Uca Allah bizlərə hər ildə bir dəfə bu ayı gətirir, qovuşturur ki, biz daha da sıx olaq, daha da həmrəy olaq, daha da birlik olaq, dünya müsəlmanları, xalqımız, millətimiz, eyni zamanda milli mənəvi dəyərlərimizə möhkəm bağlanaq, eyni zamanda kasıbların, yetimlərin, imkansızların, xəstələrin və belə insanların yanında olaq, onların halınla maraqlanaq və bu ay həqiqətən də bu sarıdan çox mərhəmət ayıdır, şəfqət ayıdır. Və çox şükür ki, Allah bizi bir daha bu aya qovuşturdu. Peyğəmbər Əfəndimiz Aleyhisselatü Vesselam Rəcəb ayı gəldiyi zaman belə dua edir ki, Allahım Rəcəbi, Şabanı bizim üçün bərəkətli elə və bizləri mübarək Ramazan ayına qovuşdur. Biz də əlhəmdülillah 2 ay bundan öncə Rəcəb ayında başlayanda bu dualara başladıq və o duaları etdik. Rəbbimizə həmd olsun. Artıq bugün Ramazandayıq. İnşallah bu axşam 18 fevral 2026-cı il təravih namazlarına başlayacaq inşallah cəmaatla birlikdə Azərbaycanda və Kürdəmirdə rayonumuzda və sabah inşallah ayın 19-u səhər ilk orucumuza qalxacaq. Mən bu Ramazan gəlişi münasibəti ilə xalqımızı təbrik edirəm. Millətimizə xeyirli olsun, bərəkətli olsun və eyni zamanda Kürdəmir əhalisi üçün, Kürdəmir xalqı üçün xeyirli olsun, bərəkətli olsun. Oruclarımızı Allah Azza və Cəllə qəbul eləsin, ibadətlərimizi qəbul eləsin. Bizlərə mehriban eləsin, bir-birimizə daha da yaxşı səmimi olaq, mehriban olaq və eyni zamanda Allah güc və qüvvət versin ki, bu ayın ibadətlərini, ibadət vəzifələrini layiqi ilə yerinə yetirə bilək və inşallah o gün olsun ki, yenə xalqımızı bayram münasibətlə təbrik elə. Allah Teala bizləri Ramazanın son gününə də, qədi gecəlinə də, bayramına da qovuştursun. Xeyirli olsun, bərəkətli olsun Ramazanımız.